yanvar faciəsi gəlir qarşıdan. Bununla əlaqədar bizim dərs dinləməmiz olacaq. Məktəbimizin metodisti bu dərs dinləmədə iştirak edəcək və biz 20 yanvar həm dərs tipli, həm də tədbir tipli bir dərs hazırlamışıq ki, 20 yanvarla əlaqədar bu mövzunun adı tariximizin şanlı səhifəsi. Tariximizin şanlı səhifəsi ona görə şanlı səhifəsi deyirik ki, bu xalqımızın, millətimizin mübarizə günüdür. Xalqımızın, millətimizin öz canı uğrunda, qanı uğrunda mübarizə apardığı bir gündür. Öz azadlığına, öz istiqlaliyyətinə qovuşduğu bir gündür. Hansı ki, birazdan mən bəzi məlumatları verəcəm, ətraflı məlumatlar. İndi hesab edirəm ki, tədbir başlamamışdan, yəni bu dərs başlamamışdan öncə şəhidlərimizi, 20 yanvar şəhidlərini 1990-cı ildə yanvarın 19-na 20-sinə keçən gecə həmin gecədə dünyasını dəyişən şəhidlərimizi bir dəqiqə sükutla yad edirik. Allah rəhmət eləsin. Deməli uşaqlar, bu yanvar faciəsi 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə başlayır. Hansı ki 1920-ci ildə Sovet imperiyası yaranmışdı. Bundan da əzəli bizim bir müstəqil dövlətimiz oldu. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə müstəqil Azərbaycan dövləti yaranır və 23 il davam edir. Bu 23 ayda bizim müstəqilliyimiz, bizim bayrağımız, bizim himnimiz, bizim gerbimiz, bu yəni işlərin hamısı həmin 23 aylıq dövlətdə baş verir. Sadəcə mənfur düşmənin, ermənilərin daşına sütun partiyasının və bəzi Rus qüvvələrinin təsiri ilə bu dövlət uzun müddət davam edə bilmir. 1920-ci il aprelin 28-i, 23 aydan sonra süquta uğrayır və 1920-ci il aprelin 28-i artıq Sovet imperiyası qurulur. Sovet imperiyasının tərkibində 15 respublika fəaliyyət göstərir. Bu Sovet imperiyası 1920-ci ildə qurulan Sovet imperiyası 1990-cı ilə qədər davam edir və 70 il millət olaraq həmin 15 respublika daxil biz də Sovet imperiyasının tərkibində olmuşuq. Yəni, belə deyək, ümumi bir bayrağımız olub, bir bayrağın altında vahid valyuta, vahid, belə deyək, məsələn, indi manatdır, o vaxtda rubl. Bircə 15 respublika bir imperiyanın altında fəaliyyət göstərir. Amma mənfur düşmən, yəni həm ermənilər, həm ruslar, hansı ki o dövrdə Azərbaycanlılara qarşı öz genetik siyasətlərini bildiriblər. Və bu davam edib 70 il. 70 il ərzində 1990-cı yanvarın 19-undan 20-sinə keçən gecə və mənfur düşmən, hansı ki Qızıl Ordu deyirik ona, qoşunlar Azərbaycana daxil olur. Azərbaycana daxil olduqda əliyalın, köməksiz, əliyalın əhalini qırmağa başlayırlar. Biz yəni həmin dövrdə az yaşlıydıq, həmin kadrlar gözümüzün qabağındadır, qarşısındadır. Bakıya daxil olan Rus qoşunları tanklarla, əl avtomatlı əskərlərimiz, hansı ki, məsələn, balkondan adicə baxan bir insanı, çörək almaq üçün dükana gedən bir insanı və yaxud işdən gələn bir insanı, yolun ortasında köməksiz bir insanı güllələdilər. Və faciə şəklində, hansı ki, böyük bir faciə idi ki, heç kəs gözləmirdi, heç kəs gözləmədiyi bir halda insanlar biri işdən gəlir, biri çörək almaq üçün dükana düşüb, biri hansısa bir qohuma gedib, qonaq gəlir qohumdan və bu ərəfədə gözləmədiyin yerdən atəş səsləri gəlir
və yaxud biri baxma atəş səslərini eşidir, balkona, eyvana çıxır, eyvana çıxdıqda güllə səsindən yaralanır və bu hadisələr həmin dövrdə baş vermişdir. Və Kərdək Xəyabanına gelmişsinizsə, Bakıda, orada birinci məzar İlham və Fərizə adlı şəxsin məzarıdır. Orada məsələn, onlar ilk cavan ailə qurmuşdular, 6 ayda ailə qurmuşdular. Hansı ki, İlham işdən gələrkən güllə yarasından dünyasını dəyişmişdi və buna da yoldaşı dözməmişdi, təzə ailə qurmuşdular və o da özünü intihar etmişdi, bu ayrılığa dözə bilməmişdi. Və bu faciələr 16 yaşlı məktəblinin məktəbdən gələrkən əlində çanta, güllə açılan güllədən dünyasının dəyişməsi, bütün bu proseslər Bakının küçələrində baş vermişdir və telestudiyanın da qəsdən bilə-bilə partladılması nəticəsində ki, Azərbaycanın digər rayonları xəbər tutmasın, Bakıda hansı hadisələr baş verir, paytaxtda hansı hadisələr baş verir və əlaqə kəsilsin. Məsələn, çox rayonlar var idi ki, artıq Bakıda yanvarın 19-dan 20-sində keçən gecə nə hadisənin baş verdiyini bilməmişdi. Səhər xəbər tutmuşduq ki, kiminsə Bakı ilə əlaqəsi var idisə, məlumat gəlmişdi rayonlara ki, Bakıda sən demə axşam belə bir hadisə, qanlı yanvar hadisəsi baş vermişdi. Yəni, bunu uzun danışmaq istəmirəm, hansı ki, video görüntülərdə siz də özünüz bu barədə danışacaqsınız, mətnimizdə də var. Tariximizin şanlı səhifəsidir mövzumuz. Bayaq qeyd elədim, tariximizin şanlı səhifəsi mətnidir. Mən istəyərdim mətn haqqında qısa bir abzaslarla oxuyaq. Əl oxu. Tariximizin şanlı səhifəsi. Heç güllərinin ağlardığını görmüsünüzmü? Qaranfilləri matəm çiçəyinə çevirən, 20 yanvar güllərinin son mənzilini şəhid məzarına çevirən məşhum gün şəhid qanından qıpqırmızı qana bələndi. Gözlərindən damla yaş axdı. Şəhrimizə qaranfil yağışı yağdı. Şairlərimizdən Məhəmməd Aslan, ağla qaranfil ağla. Yazdısa digər şairimiz Məhəmməd Araz isə ata millət, ana millət ağlama. Ağlamağın yeri deyil, ağlama yazdı. Bəli, o da öyle ədiblərimiz də, ədəbiyyatçılarımız da, yazarlarımız, şairlərimiz də yəni əllərinə qələm götürüb, qələmə sarıldılar. Bu mövzuda inanırsınız minlərlə, bəlkə də 20 yanvarla bağlı şeirlər var, nəsr əsərləri var, hekayələr var, novellalar var. Həmçinin biz məsələn Məhəmməd Arazın özü, Məhəmməd Aslanın özü, Allah rəhmət eləsin hər birinə, Bəxtiyar Bahazadənin özü, bu şairlər yorulmadan, dayanmadan 20 yanvar mövzusunda əsərlər yazmağa başladılar, şəhidlər mövzusunda əsərlər yazdılar. 20 yanvar haqqında, yəni 20 yanvar faciəsi haqqında nə deyə bilərsən? İnternetdə nə araşdırmalar var? 20 yanvar faciəsi haqqında, yəni bizim o hər yaddaşımıza hərk olunub, o çox bir faciədir. Yəni ermənilər onlara 250 nəfər vətəndaşımızı öldürmüşdü. Heç məsum yerə öldürmüşdü, uşaqlarımızı. Yəni Ruslar sadəcə orada ermənilərin 89-dan başlayaraq fitnə yaradaraq, fitnəkarlıq eləyərək buyur. Yanvarın 19-u 20-sinə keçən gecə 23:30-da başlamışdı o müharibə. Heç nə bilmirdi. Yəqin hamı gecə vaxtı yatmışdı. O vaxtda yəni səssiz yerə Bakıya girib hamıyı güllələmişdilər. Hamını güllələmişdilər, bəli. Bir də əvvəllər mən bir də videoya baxmışam. Xocalıda elə bir qadınlar deyildi qaçın və onları güllələyirdilər. Kim qaça bilsə, yəni o canı qurtardı, amma nə qədər insan orada şəhid olmuşdu. Məsələn, bu faciəni daha kəskin formada təqdim etməyimizin ona görə təqdim edirik ki, biri var qarşındakı şəxs silahlı olsun, əli avtomatlı şəxslə döyüşəsən. Biri var əli yalındır, heç bir köməyi yoxdur və gözləmədiyin halda, yəni sən qarşı tərəfdən təhlükə gözləmirsən, sadəcə qəfil şəhərə daxil olurlar, şimal tərəfdən də, yəni Dəlbət tərəfdən daxil olmuşlar Azərbaycana və qəfil paytaxta daxil olurlar, başlayırlar tanklardan, avtomatlardan atəş səsi açmalar. Azərbaycan kişilər də, yəni orada yaşayanlar isə balta ilə,
tüfəklə, Dərnəklə. bəli, dərnəklə hər şeylə cumurdular. Qanların üstünə. Bəli, cumurdular, amma bəzi erməniləri də öldürmüşdülər. Xeyli erməniləri öldürmüşdülər. Həmin dövrdə, bəli, araşdırma nəticəsi göstərir ki, ruslarla yanaşı ermənilər də baş qaldırmışdı Bakıda. Onlar da fitnə törətməklə, fitnəşarlıq etməklə istəyirdilər ki, Azərbaycan xalqı arasında bir çaxnaşma yaratsınlar. Əyləş, əyləş. İkinci abzası oxuyur. Tutduğu məkandır. Vətən şərəfdir, namusdur. Könül dünyasında yüksələn inamdır. Minillik kök salınmış xalqdır, anadır. Onun timsalında candır. Vətən ulu əcdadların ruhu, babaların məzar yeridir. Vətən səni yetişdirən, böyüdən, səni öyrədəndir. Əfsun, sən nə deyə bilərsən? 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet İmperiyasının Qızıl Ordusu bizim Bakı şəhərinə hücum etmişdi və orada minlərlə insanları öldürmüşdü. 147 nəfər yaralı, 836 nəfər qanunsuz şəkildə həbs edilmişdi. 638 nəfər isə yaralanıb və xəsarət almışdı. 20 yanvarda indi də tariximizdə qanlı yaddaş kimi alınır. Qanlı yaddaş kimi alınır. Əyləş, əyləş. Üçüncü ablası kim oxuyar? Kim oxuyar? Buyursun. Buyur. Vətən varlığı bizdir. Torpaq uğrunda ölən varsa vətəndir. Mülkət tutay, unutmaq ki, vətən daşların birləşən nöqtəsidir. Vətən yeganə məkandır ki, insan orada özünə kölgə yox olduğu əsl sahibi hiss edir. Əzradə, Yanvar hadisəsi haqqında nə düşünürsən? Fikirlərin nədir? Axşam necə araşdırdın? 20 yanvar faciəsi bizim unudulmaz faciəmizdir. Yəni hər il bu təkrarlanır. 20 yanvar faciəsi isə soldatlarımız, əskərlərimiz qırılmışdı, insanlar, ordu, millətlərimiz hamısı qırılmışdı. Günahsız insanların hamısı qırılmışdı. Yəni qocalara, yaşlılara, Cavan qoca bilmir, hamısını qırılmışdı. körpələrə hətta belə qıymışdılar, dünyasını dəyişmişlər. Bu bizim tarixi bir faciəmizdir. Heç vaxt yaddaşımızdan silinməyəcək. Xalqımızın artıq neçə ildir ki, bunu biz ənənəvi olaraq bu tədbiri keçirdirik, tədbir şəklində və yaxud müəyyən müəssisələrdə, idarələrdə, ölkəmizin hər yerində bu 20 yanvar faciəsi qeyd olunur. Niyə yaddaşlardan silinməsin deyə, mənfur düşmənin bizə törətdiyi əməllər unudulmasın deyə biz bunu qeyd etməliyik ki, gənc nəsillər, cavan nəsillər, sonradan gələn nəsillər bunu bilsinlər. Əyləş, axırıncı abzas, Roman. Vətən sevgisi ən müqəddəs duyğudur. Vətən sevgisi bütün sevgilərdən ucadır. 1990-cı ilin 20 yanvar faciəsi bunu bir daha sübut etdi. Uzun illərin müstəmləkəçiliyi yox deyən milli azadlığına qovuşmaq üçün ayağa qalxan xalqı dəkikdə boğmaq məqsədi ilə yırtıcı məncəsini Azərbaycana uzadan işğalçı hakimliyə dönümdə milli kimliyini və vətəni üçün canına keçməyə bacaran xalqa gördü. 20-ci əsrin qorxunc imperiyası ömründə sonra yetişdiyi görüncə insanlığa utanc gətirən qanlı faciələr törətdi. Uşaq, qadın, qoca demədən hər kəsi vəhşicəsinə qətlə yetirdi. Lakin xalqımız ruhundakı, qanundakı istiqlaliyyəyə duyğularını öldürə bilmədi. Çünki bu duyğular şəhidliyə, qaziliyə, haqqa, ədalətə bağlıdır. Bu dəyərləri mənliyində daşıyan, inandığı kimi yaşayan millətimiz düşməni heyrətləri içərisində boğdu və öz hürriyyətinə, istiqlaliyyətinə sahib çıxdı. İstiqlaliyyətinə sahib çıxdı. Sənin fikirlərin nədir, Roman? 1990-cı il 19-dan 20-sinə keçən gecə Bakıya hücum etdilər ermənilər və əliyağın insanları öldürməyə başladılar. Baxmadılar, qocadır, cavandır, uşaqdır, hamısını bir-bir öldülər. Elələri var idi, 6 ayda evlənmişdilər, onları gələndə öldürmüşlərin. Qadın da dözməyib, özünü zəhərlədi bir gün sonra. Zəhər içdi və özünü öldürdü. Mən demək istəyirəm ki, biz əlimizdə heç nə olmadan əskərlərimiz belə bilmirdilər ki, heç kim gələcək, gəlməyəcək. Onlar birdən gizlincə girdilər və hamıyı öldürdülər. Uşaqlar,
Mətnin üzərində biz davam elətdirdik inşallah. Mən istəyirəm sizə bir kadr göstərim. Seçmişəm 20 yanvar faciəsi ilə aid olan videoroliklərin səsindən daha belə dolğun şəkildə olanını sizə elektron lövhə vasitəsilə biz ona baxaq. Və saxlayıb qeyd etmək istəyirəm, 1988-1989-cu ildə Azərbaycanlıların Ermənistanın, hansı ki bizim tarixi torpaqlarımız İrəvandan, Zəngəzurdan, Dərəyə mahalından deportasiyası, köçülməsi başladı. Demək olar ki, 20 yanvar faciəsinin ilk siqnalları oradan gəlmişdi. İndi alt yazılarda oxuya siz baxarsınız. Bir qeyd etmək istəyirəm. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbachevun göstərişi ilə, birbaşa əmri ilə bu hadisə törədilmişdi. Yəni, o qoşunlar öz başına girməmişdilər ölkəyə. Həmin dövrdə Mərkəzi Komitənin sədri, katibi Mixail Qorbachev idi. Onun göstərişi əmri ilə həmin Qızıl Ordu qoşunları Azərbaycana daxil olmuşdur. Bəşər tarixində belə bir şey olmayıb ki, yəni ölkədə qırğın törədilsin, yəni bəşər tarixi deyəndə qədim zamanlarda demirəm, yəni bu öz əslimizdə hər hansı bir ölkədə qırğın törədilsin, orada belə deyək, televiziya, telestudiya partladılsın və əhali xəbərsizləşdirilsin, əhalinin xəbəri olmasın. Bunu Ruslar, yəni Qızıl Ordu bizim başımıza gətirdi, başda telestudiyanı partlatdılar. Və bu partlayış nəticəsində rayonlarla əlaqə kəsildi. Televiziya olmayandan sonra biz ekran vasitəsilə məlumatlar əldə edirik, radio vasitəsilə məlumatlar əldə edirik və bu da kəsilmişdi əlaqə. Əlaqə kəsildiyi üstündə cəmaət xəbərsiz idi.
Ümumilikdə Azərbaycanın 150 nəfər 20 yanvar şəhidi var. Biz sosial şəbəkələrdə araşdırma verdim, müəyyən 147, 150 müəyyən fərqlər var, 1-2 arası. Amma yəni, çünki həmin dövrdə uşaqlar içkin düşənlər də olmuşdu, onların bəziləri tapıldı, məsələn, naməlum əsgər qəbirləri var, hansı ki, onların kimliyi məlum olmadı. Yəni, o hesabla götürüləndə 150-dən artırdı. Və bugünkü dərsimizdə mən istəyərdim ki, şagirdlərimiz 20 yanvarla bağlı kompozisiya hazırlayırlar. 20 yanvar mövzusunda şeirlər deyirlər. Həmin şagirdlər qalxsın arağa. Buyurun, başlayalım. Əgər şəhid varsa, demək vətən var. Şəhidlər dünyada ən böyük haqdır. Ölümdən qorxmayın sizə oğullar. Ruhlar bu torpağı qoruyacaqdır. Nə yaxşı dünyada müqəddəs vətən, nə yaxşı müqəddəs and yerimiz var. Yox, yox, acımıram bu ölümə mən. Namuslu oğullar, şəhid doğular. Qəsrimizə durdular, sinəmizdən vurdular, günahsızdır qırdılar 20 yanvar günü. Geriyə çəkilmədik, qorxu nədir bilmədik, şəhid olduq, ölmədik 20 yanvar günü. Neçə qəhrəman susturuldu həmin an, küçələrdə axdı qan 20 yanvar günü. Bəla var başımızda, dil açdı daşımızda, qaldı yaddaşımızda 20 yanvar günü. Sinəyə gəlib dünyanın payızına, qışına, həmişə qərb olubdur gül çiçək yağışına, şəhidlər xiyabanı. Məmməd Əmin amalı, Əhməd Cavad şeiridir, vətəni sevənləri, əbədi and yeridir, şəhidlər xiyabanı. Məzarlar doğma yaxın, məzarlar yan yanadır, övladlarına ağı deyən müdrik anadır, şəhidlər xiyabanı. Yurduma göz dikənə etirazımdır mənim. Heç zaman pozulmayan alın yazımdır mənim. Şəhidlər xiyabanı. İndi bizim bir şagirdimiz Əli Surət essay hazırlayır, qısa şəkildə. Dünya hadisəsinə bağlı buyursun o da. Qara yanvar, bəzən qalın yanvar və 20 yanvar faciəsi, həmçinin 20 yanvar Bakı faciəsi 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSR Ali Sovetin rəyasət heyətini Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi ittişafların qarşısını almaq üçün SSR Konstitusiyanı 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərində daxil oldular. Respublikada vəziyyətin sahibliyinin pozulması dövrü ilk növbədə Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı ərizə mühafizəsi ilə bağlı olmuşdur. Ərazi mübahisəsi. Bu regionda idarə olunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan Milli Hərəkatının rəhbəri olur. Bunun fonunda 1990-cı il yanvarın əvvəlindən və ortalarında ermənilərlə Azərbaycanlılar arasında toqquşmalara çevrilmiş, başda komünist hökmünə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Bunu sən internetdən, yəni sosial şəbəkələrdən götürmüsən də məlumatı. Əli, bu axşam araşdırdın, oxudun, götürüb yazmısan, çox sağ ol. Sən mənim fəal şagirdlərimdənsən. Ümumən, nə təsir bağışladı sənə? Məndə daha da ermənilərə bir nifrət yarandı. Yanvar hadisəsini ermənilər mi törədi? Ermənilər törətməsə, ruslar törədim, amma ermənilər onlara köməklik də edirdi. Ona görə.
ermənilərin də bu işdə əli var deyə Bəli. biz ona görə onları ayırmırıq bir yerdə. Ümumən bu, yenə deyirəm, bu proses 1988-ci ildən başlamışdı bu hadisələr. Yəni ermənilərin Qarabağda, artıq Qarabağda yox, yəni Qərbi Azərbaycandan, indiki tarixən bizim torpaqlarımızdır, amma indi Ermənistan Respublikasının ərazisidir. Bizim tarixi torpaqlarımızdan Azərbaycanlıların köçü ilə başlanmışdı, deportasiyası ilə başlanmışdı 87-88-ci illərdən. Həmin dövrdə Qarabağda da vəziyyət yaxşı deyildi. Artıq Qarabağda olan ermənilər Azərbaycanlılarla münaqişə yaratmışdılar. Yəni müəyyən evlərdə, müəyyən məntəqələrdə, müəyyən yerlərdə Azərbaycanlılar öldürülürdü ermənilər tərəfindən. Biz də həmişə onlara inanmışıq. Hansı ki, bu hadisə uşaqlar qaynaqların 1905-ci ildən lap əvvələ də getmək olar. Hətta 1-ci Pyotrun dövründən ermənilərin Azərbaycana köçürülməsi siyasəti baş tutmuşdu. Amma 1905-ci ildə də bizim münaqişəmiz olub. Ermənilərlə bizim aramızda. Onda da müəyyən müddət onlara aldanmışıq, bir yerdə yaşamışıq. 1905-ci ildə faciə yaşamışıq. Təzən 1905-ci ildə başımıza gələn oyundan sonra bir müddət yenə də əlaqələr yaranıb, onlara biz yer vermişik öz torpaqlarımızda, bir qonşu kimi baxmışıq onlara. 1918-ci ildə təzədən 31 mart soyqırımı törədiblər. Bu Şuşada, Gəncədə, Qubada, Şamaxıda kütləvi qırğınlara səbəb olub. Hətta orada Qubada, yəqin ki, ekranda baxmışsınız, kütləvi insan sümükləri. Onlar öldürüb xeyli sayda insanı qazıb torpağa bastırdılar. Onlar tapıldı axırıcı qazıntılar zamanı və onlar üzə çıxarıldı. İndi bir həmin yerdə bir abidə uzaldılıb, Qubaya gedən şəxslər orada ziyarət edirlər. Və yaxud Şamaxıda və yaxud Bakının özündə, Gəncənin özündə olurlar. 2018-ci ildə təzədən bu təkrarlanmışdı. Yenə də bir müddət keçdi. Biz humanist xalq axı. Yaddaşımızdan silindi, fikirləşdik ki, qonşumuzdur, onlara yer verdik, öz torpaqlarımızda onlara qucaq açdıq. Dedik, yəqin ki, özlərinə gələrlər, düzələrlər, insanlıqlarına qaydalar, amma bu da mümkün olmadı. 1948-52-ci ildə artıq yenə də köçürülmə oldu. 1948-1952-ci illərdə Ermənistandan, yəni Qərbi Azərbaycandan bizim tarixi torpaqlarımızda, dəfələrlə bu sözü təkrar edirəm ki, biləsiniz ki, Ermənistanın hal-hazırda, Ermənistan Respublikasının hal-hazırda yerləşdiyi məkan bizim tarixi torpaqlarımızdır. İstər Zəngəzur olsun, istər Dərələyəz mahalı olsun, istər Göyçə mahalı olsun, istər İrəvan ərazisi olsun. Bu ərazilər bizim tarixi torpaqlarımızdır. Oradan 1948-52-ci ildə yenidən Azərbaycanlılar köçürüldülər bu zonalara, yəni indiki rayonlarımıza çıxartdılar bizi demək olar. 1948-52-ci ildə bu hadisə törəndi, yenə də müəyyən illər keçdi, 60-cı, 70-ci, 80-ci illər sakitçilik oldu, yenə də qonşuluqlarımızda yaşadılar, müəyyən rayonlarımızda ermənilər yaşayırdı. Mən yadıma gəlir, bizim Şirvanda, yəni köhnə Əlibayramlıda, uşaq vaxtı burada ermənilər yaşayırdılar, o 90-cı ilə qədər, o 90-cı, 91-ci, 92-ci ilə qədər, hələ o tam şəkildə, məsələn, onların buradan çıxarılması baş verməmişdi. Onlar yaşayırdılar burada, qonşulardan var idi və yaxud müəyyən müəssisələrdə, idarələrdə işləyirdilər. Hansı ki, o hadisələr olandan sonra onlar qaçıb çıxıb getdilər, məsələn. Rusiyaya getdilər, hara getdilər, Ermənistana qayıtdılar belə. Yəni, yaşayırdıq bir yerdə, amma yenə də bizə 87-88-ci ildə başladılar artıq bizə düşmən kimi, düşmən mövqeyindən baxmağa. Düşmən mövqeyindən baxmağa və bu hadisələr baş verdi, qızışdı 87-88-ci illərdə, gəldi 20 yanvar hadisəsi də Rusların əli ilə baş verdi. 92-93-cü ildə 1-ci Qarabağ müharibəsi. Bunlar hamısı senari şəklində, zəncirvari şəkildə qurulmuş bir iş idi. Başımıza oyun gətirdilər. Amma şükürlər olsun ki, yəni bu artıq sizin gözünüz qabağındadır, əyləş. Bu artıq sizin gözlərinizin önündə oldu. 2020-ci ildə 44 günlük Vətən savaşında biz onların burnunu əzdik, onların cavabını layiqincə verdik, bizim şanlı ordumuz. Onların belə deyək, öhdəsindən lazımınca gəldilər. Hayfımızı, qisasımızı
istər 20 yanvar hadisələrinin ümumi qısasını, istər o Qərbi Azərbaycandan Azərbaycanlıların köçürülməsi, istər 92-93-cü illərdə 1-ci Qarabağ savaşının heyfini, bunların heyfini biz 44 günlük Vətən müharibəsi dövründə qisasını aldıq onlardan. Əskərlərimiz, ordumuz, Şuşanın o qayalarına, mən həmişə uşaqlara deyirəm, 33 gün Ağa Məhəmməd Şahqazar Şuşanı mühafizədə saxlamışdı. Qarabağ xanı İbrahim xanın vaxtında. 33 gün mühafizədə saxlayıb Şuşa qalasını ala bilməmişdi. Qarlı hava olmuşdu, hava soyuq olmuşdu, qış vaxtına düşmüşdü. Həm çıxa bilməmişdilər o zirvələrə Ağa Məhəmməd Şahqazarın qoşunları. Həm də orada müəyyən, belə deyək, lider çatışmazlığı yaranmışdı. Əskərlər artıq bezmişdilər, yorulmuşlar ki, 33 gün bir yeri mühasirədə saxlamaq olar, geri qayıtmışdılar. Ağa Məhəmməd Şahqazarın ala bilmədiyi o Şuşa qalasını 33 gündə ala bilmədiyi Şuşa qalasını əskərlərimiz bir gün içində, yəni Şuşanı ermənilərdən azad elədilər. Erməni işğalından azad elədilər. Yəni həmin o Cıdır düzü, həmin o İsa bulağı, o Şuşa qalası hamısı artıq bizim tabiçiliyimizə keçdi. Və bu 44 gün ərzində bizim 3000-dən çox şəhidimiz oldu. Nə qədər qazilərimiz oldu, yaralılarımız oldu və yaxud qazi şəhid olmadı və yaxud qazi olmadı, sadəcə iştirak elədi. Axıracan mübarizə apardı. İndi bu Allahın bir qismətidir. Ola bilər indi sağ qalmaq o demək deyil ki, döyüşməyib bu və yaxud məsələn əziyyət çəkməyib, zəhmət olmayıb bu müharibədə. Yəni bu Allahın bir işidir, sağ qalanlarımız oldu, amma əvvəldən axıra qədər mübarizə aparıb, döyüşüb. Bunların hamısının sayəsində biz Qarabağın, yəni o 44 günlük mübarizədə əldə olunan zəhməti, əziyyəti unutmamalıyıq. O həmişə bizim yaddaşımızda olmalıdır, o həmişə bizim beynimizdə olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Bu biraz ağır mövzudur deyə, ümumiyyətlə, elə ilk dəqiqələrdən həyəcanlı oldum. Çünki bu 20 yanvar faciəsidir, Xocalı faciəsidir. Bu elə bir mövzudur ki, burada sakit şəkildə həyəcanlanmadan danışmaq olmur. Yəni mən nə qədər çıxışlar eləmişəm, nə qədər yerlərdə olmuşam, amma bugünkü günü hiss elədim ki, bu mövzu mənə həqiqətən toxundu. Video görüntülərə baxdım, lap pis oldum. Yəni sizlər də izləyirsiniz onu. Yəni bunu unutmaq olmaz, bu bizim tarixi yaddaşımızdır, bizim xalqımızın ən, belə deyim, unudulmaz yeridir. Ona görə də çalışmaq lazımdır dövlətimizi, millətimizin, bayrağımızın, gerbimizin, himnimizin qədrini bilək. Bunu bizə əmanət veriblər, bunu yaradan, bunu ərsəyə gətirən kişilər olur. Onların haqqını itirmək olmaz, onların haqqını qorumalıyıq və axıra qədər də davam etdirməliyik. Yəni bayraq da, gerb də, himn də, dövlət də, dövlətin hər bir strukturu da, dövlətin hər bir, belə deyək, dövlətə aid olan hər bir detal bizim üçün müqəddəs olmalıdır. İndi mən bəzi uşaqlar var ki, burada dindirilmədi, onlardan istəyirəm. Rəbiyə, 20 yanvar faciəsi haqqında nə deyə bilərsən? Sənin də fikirlərin maraqlıdır. Məncə 20 yanvar sadəcə faciə və hüzün günü deyil. Xalqımızın şərəf və məğrurluq tarixidir. 20 yanvar əliboş olan sadəcə bizim xalqımızın masumların öldürdüyü gündür. Bu heç vaxt yaddaşımızdan çıxmayacaq. Bu təzə ailə quranların bir həyatını sonlandırmasının səbəbidir. 20 yanvar əliboş olan bütün xalqımızın, insanların öldürüldüyü gündür. Uşaqlar dərsdən, məktəbdən gəldiyi anda heç bir şeydən xəbər olmayaraq mərmilərlə öldürüldü. Öldürüldü, həlak oldu. Məsələn, indi siz, biz necə ki 20 yanvarın, məsələn, az yaşlı da olsa canlı şahidi olmuşuq, siz də 44 günlük Vətən müharibəsinin canlı şahidi olursunuz da, ən azından, belə deyək, ekran vasitəsilə və yaxud
şəhərimizə şəhid gəlirdi, hər gün şəhid gəlirdi, şəhidlər basdırıldı, Fəxri Xiyabana məktəblilər cəlb olunurdu, gedirdilər, ziyarət edirdilər. Bunlar da sizin gözünün qarşısında olur. Amma siz elə bir mübariz bir günün vətəndaşlarısınız, siz yaxşı bir günün, gözəl bir günün vətəndaşlarısınız. Niyə? Siz yəni qələbəni gördünüz. Siz qələbə ruhu ilə yaşadınız. Bizim vaxtda, məsələn, yenə deyəm, 20 yanvar hadisəsi, Dalıcan 92-93 Qarabağ müharibəsi, ancaq ölüm, itim, şəhidlər gəlirdi, bastırılırdı, naməlum əskərlər idi, bastırılırdı. Məsələn, Şərqə Xəmanında da o qəbirlər var. Yəni, çox faciəvi bir həyat olub uşaqlığımız. Qəmli, kədərli bir həyat olub uşaqlığımız. Amma siz şükür Allaha ki, ən gözəl mərhələni yaşadınız. Yaşınız elə bir dönəmində o qələbəni sizə həm dövlətimiz, həm əskərlərimiz datdırdı və onu görə bildiniz. Gördünüz və onu ekran vasitəsilə, müəllimlərin söhbətləri vasitəsilə və yaxud yaxınınızda, qohumunuzda, əminiz, dayınız, ən yaxın əziz adamlarınız, müharibə iştirakçıları olanlar var, hərbi xidmətdə olanlar. Onlar gəlib söhbətlər elədilər. Siz artıq bu mövzu sizə tanışdı, ona görə rahat danışa bilərsiniz bu barədə. Fatma, sən nə deyə bilərsən qızım? Buyur. Əyləşdir. 20 yanvar faciəsində günahsız qadın, körpə, qoca yaşlı demədən hər kəs günahsızcasına Əliyanın cəmaata hücum etmişdilər. Xəbərsizcəsinə şəhərə daxil olan insanları qətlə etmişdilər. İnsanlara gəlir. Görürsünüz, hamımızın məsələ araşdırmalarımızdan bir cümləni sezdim ki, Əliyalın günahsız insanları öldürdülər. Yəni bu ağırlı yerimizdir ki, bu ifadəni yəni hamımız dilimizə gətirdik. Məsələn, doğrudan da orada silahlı mübarizə olsaydı hər iki tərəfdən, bugün o cür ağız dolusu danışmayacaq. Niyə? Çünki mübarizədə qarşı tərəfdə də silah var, məndə də silah var. Biz döyüşmüşük. İki tərəfdən biri qalib olmalıdır, biri məğlub olmalıdır. Amma o ona görə ağırlı idi ki, ona görə unudulmazdı ki və ona görə siz hamımızın danışığında, hamımızın ifadəsində o kəlmələr səslənir ki, Əliyalın idi. Yəni silahı olmayan, xəbəri olmayan, işdən evə gələn və yaxud nə bilim, harasa gedən, qohumu gilə məsələn durub qonaq gedən, düşüb aşağı dükandan çörək alan və yaxud bazarlıq edib evə qayıdan, məktəbdən qayıdan körpələr, məktəblilər. Yəni bu şəraitdə bir də görürsən şəhərə bir ordu girir, zalim bir ordu girir, mənfur bir ordu girir, əli avtomatlı tanklar, top, mərmilərlə gözləmədiyin halda atəşlər açılır və çıxış yolu, bilmirsən hara qaçasan, neynəyəsən, xəbərin yoxdur və Bakıya, paytaxtda köməyə gəlmək üçün tutaq ki, şəraitin özü məhv edilir, telestudiya məhv edilir. Rayonların xəbəri olmur, paytaxtla əlaqəsi kəsilir və qəfil yanvarın 19-dan 20-sinə keçən gecə bu hadisə baş verir. 20-si səhər kimlərin ki xəbəri var, kimlər ki müəyyən məlumatlar əldə ediblər, onlar bilirlər ki, Bakıda qırğın törədilir. Bakıda 20 yanvar hadisəsi törədilir və xalq panikadadır. Heç kəs dəqiq məlumat bilmir. Hamı ağızdan ağıza ölkədə və ruslar giriblər, Rus ordusu girib Bakıya qırğın törədir. Dəqiq bir neçə gündən sonra telestudiya yəni bərpa olunandan sonra ekran vasitəsilə dövlət orqanları bizə məlumat verir ki, filan şəraitdə, filan vəziyyətdə bu hadisə törədilib, ondan sonra bilirik. Yəni aylar keçəndən sonra hələ 20 yanvarı tam dəqiqliklə bu xalq dərk elədi ki, cəmaət dərk elədi ki, 20 yanvar hadisəsi niyə törədildi? Niyə yarandı? Niyə bu hadisə oldu? Olmalıydımı, olmamalıydımı? Yəni biz amma onun 20 yanvar faciə olmaqla yanaşı, həm də mən həmişə deyirəm, bir qələbənin təzahürü idi. Niyə? Çünki, məsələn, biz bayaq dedim, 1920-ci ildə yaradılan Sovet İmperiyası 1990-cı ildə, yəni 70 il Rus İmperiyasının tərkibində olmuşuq. Nələr olub, tarixdən keçmişsiniz, mən sizə dəfələrlə danışmışam. İstər repressiya hadisələrini, istər 50-ci illərdə olan hadisələri, istər 41-45-ci il İkinci Dünya müharibəsi. Yəni bu hadisələr, yəni Rusiya bizim başımıza onsuz da olmazı müsibətlər gətirmişdi illərlə. 90-cı ildə 20 yanvar hadisəsinin olması faciənin qələbənin təzahürüdür. Ona görə deyirəm ki, yəni biz müstəqilliyə qovuşduq.
Biz azadlığa qovuşduq, biz istiqlaliyyətimizi əldə elədik. 70 illik əsarətdən qurtulduq. Hansı ki, o bizim, belə deyək, əsarətimiz, istiqlaliyyətimiz sona yetdi 90-cı ildə və 91-ci ildə 18 oktyabrda biz müstəqillik aktı imzalandı və biz təzədən 70 ildən sonra müstəqil olduq. Və bu gün də artıq 2026-cı ildir. 35 ildir, 35 ildir, 90 aktla hesablayanda 35 ildir. Biz artıq müstəqillik, azadlıq, istiqlaliyyətimizi qazanmış bir dövlətik. Artıq özümüzün yenə də, bayaq təkrar dərs əvvəlində demişdim, 23 aylıq dövlətdə nələr qazanmışdıq. Və təzədən 91-ci ildə müstəqilliyə qovuşan dövlətin bayrağı oldu, üçrəngli bayrağı oldu, gerbi oldu, himni oldu. Artıq özümüzün, məsələn, necə ki, əvvəl dərsin əvvəlində xatırlatmışdım, özümüzün nazirliklərimiz, dövlət müəssisələrimiz, konkret, məsələn, öz adı ilə, Azərbaycan adı ilə və SSR yox, Sovet İmperiyasının tərkibində olan adla yox, özümüzün müəssisələrimiz, özümüzün idarələrimiz, özümüzün nazirliklərimiz fəaliyyət göstərdi. Bu böyük uğur idi. Və bu böyük uğur idi ki, bugün artıq hər şey özümüzündür. Hər şey özümüzə məxsusdur, Azərbaycan xalqına məxsusdur. Hər bir yerin qarşısında Azərbaycan kəlməsi işlədilir. Əsarət kəlməsi yoxdur. Yəni, müstəmləkə kəlməsi yoxdur. Və biz bunu qazandıq. Qazandıq və bunu qoruyub saxlamaq lazım. Bunu qoruyub saxlamaq siz gənc nəsillərin, sizdən sonra gələn nəsillərin də işidir. Məsələn, bayrağa hörmət, gerbə hörmət, himnə hörmət, himn oxunanda ayağa qalxmaq, bayrağa sevgi ilə, sayğı ilə yanaşmaq, dövlətə sayğı ilə yanaşmaq, dövlətin o atributlarını, dövlətin əsas özəyini sevmək sizin borcunuzdur və ona hörmətlə yanaşmaq sizin borcunuzdur. Bu yolla ancaq biz dövləti yaşada bilərik, bu yolla ancaq biz müstəqilimizi yaşada bilərik, Bu təkcə canlı şəraitdə olmuş ki, sosial şəbəkələr vasitəsilə də hərə öz üzərinə düşən işi layiqincə görə bilər. Məsələn, müəyyən yaşdasınız, müəyyən səhifələr var, müəyyən səhifələr işlədirsiniz, daxil olursunuz. Orada da siz dövlətimizi, müstəqilliyimizi, bayrağımızı, himnimizi, gerbimizi, dövlət atributları, nə bilim, ümumən dövlətimizə aid, dövlətimizə xas olan hər bir şeyi siz qoruya bilərsiniz orada da. Yəni, müəyyən bir paylaşımla, bəlkə sənin yanındakı bilmir, bəlkə onun xəbəri yoxdur, bəlkə məlumatsızdır. Sən bir paylaşımla onu məlumatlı eləyə bilərsən, sən bir paylaşımla onu, necə deyərlər, məlumatlandıra bilərsən. Bu, hər bir işdə, hər sahədə, məktəbin özündə. Mən həmişə dərsdiyim sirlərdə deyirəm və sizə də demişəm, adicə məktəbin divarları, məsələn, dəfələrlə demişəm, divarları yazmaq olmaz, təp yatmaq olmaz, nə bilim, partanı yazmaq olmaz, dövlətin verdiyi, evdə sual verirəm, evdə öz avadanlıqlarınızı qırırsınızmı, sındırırsınızmı? Hamımız deyəcək, yox, müəllim, niyə sındırırıq? Niyə qırırıq ki? Olmaz, öz şəxsi əmlakımızdır. Ona görə də məktəbin də əmlakını, məktəbin partasını, stolunu, divarını, heç bir şeyini zədələmək olmaz. Çünki səndən sonra gələn də ondan istifadə edəcək, bacın, qardaşın, ən yaxın adamın. Deyərsən ki, bəlkə bacım, qardaşım yoxdur, qutarıb gedib və yaxud təkəm. Amma əmin oğlu, əmin qızı, dayın oğlu, dayın qızı və yaxud heç bir kəsin, Azərbaycanlı vətəndaş, yəni tanımadığın bir şəxs, nə fərqi var? O istifadə edəcək. Ona görə bunu qorumağın özü də dövləti qorumaq, məktəbdə olan avadanlıqları qorumaq, məktəbdə olan əmlakı qorumaq, bizə çatacaq şeyləri qorumaq, elə dövləti qorumağın da bir hissəsidir. Elə buradan başlayır, hər şey, sizlərdən başlayır. Və yavaş-yavaş qoruyursan, gəlir dövlət olur. Aydındır mı? Belə, mən istəyərdim şəkillər göstərilsin, əziz müəllimlərimiz. Bugün uşaqlar çox əziyyət çəkirlər. Hər biri 20 yanvarla bağlı rəsm çəkir. Göstərin, xahiş edirəm, müəllimə şəkil çəkəcək, göstərin. Həm bayraqlardan istifadə eləmişik, uşaqlar bayraqlar gətirdilər, həm şəkillər göstərin müəllimə də görsün zəhmətinizə.
Mən istəyərdim bir stent yaradaq müəllimə. Sırf bu stentin adı ilə bağlı aşağıda. Bu şəkillər əziyyət çəkiblər.